Kənddə oldunsa, səhərimin belə açılmağına artıq məcbursan. Deməli, səhər-səhər mamaya demişdim ki, biraz yuxudan tez ayılıb pomidorları tam tutarıq bitirərik. Düz mama məndən qabaq ayılmışdı, amma mən də sözümün üstə durmuşdum. Səhər-səhər yuxudan durdum, mama ilə birlikdə başladıq tutulmuş tutmağa. Mən bunu çox sevirəm, hətta 2 porsiya elədik. Və tutulmuş temasını günortaya kimi bitirdik. Bitirəndən sonra günorta yeməyi falan filan yerləri çəkməmişəm. Dedik ki, evləri bir gözəl təmizləyək. Yuxarıları, mən isə aşağıdakı işləri gördüm. Qəşəngcə həyəti təmizləyirəm. Çünki istər-istəməz nə isə bir iş görürsənsə, yemək yeyirsənsə, ev kimi həyətdə bulaşa bilər. Ona görə də qəşəng dərindən başlayıram süpürməyə. Burada süpürgəmə gülməyin, amma bu çox rahatdır, buna gücüm çatır. Digər böyüyünə o qədər də gücüm çatmır. Bu arada qeyd edeyim ki, normalda şəhərdə qalanda səhər yeməyi yemirəm və gündə çox vaxt bir dəfə yemək yeyirəm, amma nədənsə kənddə qalanda səhər ayılan kimi, hətta biraz üstündən keçən kimi görürəm ki, acından artıq halım olmur. Bilmirəm bu niyə belədir. Bu arada Mələyin də podruqası var idi. Mələ ilə oynayırdı. Xalamın nəvəsidir, xalam qızının qızı belə deyək. Hər nə isə biz qəşəngcənə həyəti yığışdırırıq. Papa görür ki, bu süpürgə çox gec süpürür, bitirir. Ona görə mənə böyük süpürgə də gətirir. Nəysə ki, onunla da həyətin digər tərəfini süpürürəm və keçirəm qabları yumağa. Belə qabları köpüklü, foşur. Hələ burada yuyanda vəbşəm ruhum dincəlir. Elə bilirəm beynimdə o belə sakitçilik yaranır. Fikrimi sırf bura verirəm və başqa heç bir şey fikirləşmirəm. Ona görə bu yeri uzun qoymuşam ki, siz də baxasınız. Kənddən bir neçə günün vloqları qalıb sizinlə paylaşacağam. Ona görə də səhifəmi takip etməyi unutmayın.